Bu gün Şəhid Həsən Hacışıroğlu'nun bunu 5-ci ilinə gəlmişik. Atanın yanına, bacıların yanına, övladların yanına. Bugün bir qürurla, fəxrlə deyirik. Allah bala rəhmət etsin, şad olsun. Allah sizə səbir versin. Bacılara da səbir az edir. Bugün sizin yanınıza gəlməyə, özünüzə qürur verir, fəxrlə. Həsən qardaşımız üçün bütün şəhidlərimizə Allah rəhmət etsin, şad olsun. Bugün Həsən qardaşımızın məzar ziyaretinə gəldik, ziyaret elədik. Həsən qardaşımızın 2 övladı var, ailəlidir. Onun övladlarına Allah'tan gözəl ömür arz edirəm. Bu kəndin 2 şəhidi var. Bir də Mahir qardaşımızdır, işte belədir. Allah hər bir aliyə, hər bir valiyyə səbr arz edirəm. Bugün özümüzə boş bilməyə, bu atanın yanında, bu ailənin yanında, ocaqda olmağa bir qürur bildik. Bugün bizi burada cəm edən Həsən qardaşımız, Həsən qardaşımızın timsalında bütün şəhidlərimizin ocağa gedir, bütün şəhidlərin çəkilişində, izahatında hər bir atanı, ananı tanıdısa, hər bir evdə olduqca özümüzə bir fəxrlə, bir qürurla belə fərəh verilir ki, belə övladları yetişdirər, belə övladlar olur, belə atalar, belə analar var. Hər bir atyanıya səbr arz edirəm. Allah onlara dəyməsin. Bunlar yaşasın ki, balalar yaşasın. Allah sizləri var eləsin. Yox, əziyyəti yoxdur, bizim yox borçlar. Bu şəhidlərimizə rəhmət. Bugün borcumuzdur, nə əziyyəti var? Sizin kimi atanın huzuruna gəlmək, sizin kimi atanın valideynin huzurunda olmaq bizim üçün böyük bir qürur. Ona görə ki, siz bizim üçün böyük bir qürur mənbəsiniz. Sizin huzurunuzda olmaq, sizin bax bu şəhidimizi yad etmək bizim üçün böyük bir fəxr, qürur. Allah sizə səbir etsin. Allah sizə dəyməsin.